Hörmətli vətəndaş, sizin nəqliyyat vasitənizin mühərriyindən atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitələrlə yoxlanıldı. Normadan biraz artıqdır. Biz bu dəfə sizə xəbərdarlıq edirik. Xahiş edirik ki, nəqliyyat vasitənizin sazlığına diqqət yetirəsiniz. Siz aparıram ustalara falan, heç bir problem olmamasına görə müntəzəm olaraq qeydiyyatdan keçirdirəm. Nə normadan artıq oldu, buna bağlı nə bildirə bilər? Onunla bağlı heç nə deyəmərəm. Aparacam sizə görüm onlar nə deyir. Baradizə İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndinə əsasən 50 maddələrinə cəmi tətbiq olunur. Hörmətli sürücü, sizin nəqliyyat vasitənizin mühərriyindən atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitələrlə yoxlanıldı. Normalara tam uyğundur. Bu baxımdan da biz sizə təşəkkürümüzü bildiririk. Yəni normanı ən azı bir 12 dəfə aşmışsınız. Nə əlaqədardır bu? Nə eləmək? Əlaqədar əməkdaşlar sizə izah edib deyəlim. Onu düzəltdir də, o vəziyyətdə olmadı mı? Nə lazımdırsa eləyəcək, yəni ki, şirkətin. 2 beyin hörmət edirik. Sən də bizə nədir? Fantastik. Yaxşı. Son dəfə yoxlatdırmışdınız? Heç vaxtı sözün açığı yox. Çıxıb sizdə 13.78. Yəni sizə məxsus nəqliyyat vasitəsində. Ümumiyyətlə, nəqliyyat vasitəniz tez-tez belə sazlığını yoxlayırsınız. Bəli. Bu dəfə sizə xəbərdarlıq edirik. Amma nəzərə almaq lazımdır ki, bu nasazlıq tez bir zamanda aradan qalır. Sürücülərə və sahibkarlarla, mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparıldı. Lakin qeyd etməliyəm ki, həyata keçirilən təbliğat, təşviqat işlərinin intensivliyinə baxmayaraq yenə də avtomobil yollarında təsvir olsun ki, mühərriyi nasaz olan nəqliyyat vasitələri var. Elə bütün bunları nəzərə alaraq bir daha sürücülərdən istifadələrində olan nəqliyyat vasitələrinin saz vəziyyətdə istismar etmələrini xahiş edirik. Deməli, sizin nəqliyyat vasitənizin mühərriyi ilə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitə ilə yoxlanıldı. Normadan artıq olduğu üçün barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsindən protokol tərtib olunur. Gördüyünüz kimi tədbir zamanı əsas cərimələnməyə üstünlük verilmədi. Əsasən maarifləndirici söhbət aparılır. Normadan biraz artıq göstəricilər olanda nəqliyyat vasitəsinin sahibinə xəbərdarlıq olunur ki, yəni vaxtında qulluq eləsinlər. Təbii ki, sürücülərin iradıları da haqlıdır ki, yanacağın keyfiyyəti ilə bağlı yanacağa müxtəlif qatqılar qatırlar, tərkib dəyişir və nəticə etibarilə belə bir vəziyyət yaranır.